Bu gün qışa hazırlıq üçün çox dadlı, ləzzətli pərpətöyün turşusu hazırlayıram. Əgər maraqlıdırsa başlayaq. İlk öncə istifadə edəcəyim pərpətöyünü bol suda dəfələrlə yuduqdan sonra aş süzənə əlavə etdim. Tam suyu getdikdən sonra doğrayıram. Qeyd edim ki, mən saplaq hissəsini də istifadə edirəm. Siz də iki hissəyə ayırın. Rahatlıqla qırılırsa, deməli istifadəyə yararlıdır. Yox, əgər sərtdirsə, saplaq hissəni istifadə etməyin. Saplaq hissə, yəni yarpaq olmayan bir qədər yuxarı hissəni nəzərdə tuturam. Bankaya bir ədəd dəfnə yarpağı, bir qədər dənəvər istiot, 2 diş sarımsaq və pərpətöyünü əlavə edirəm. Değerli izləyicilərim, sizlərdən xahişim, əgər kanala abunə deyilsinizsə, kanala abunə olmağınız və videonu bəyənməyinizdir. Bu bizim üçün həqiqətən çox böyük dəstəkdir. Pərpətöyünü əlavə etdikdən sonra ara-ara taxta qaşıqla üzərindən bastıraraq yenidən əlavə etməyə davam edirəm. Yenə də 2 diş sarımsaq və pərpətöyünü əlavə edirəm. Daha gözəl, daha aromalı olsun deyə üzərindən 2 diş sarımsağı rəndidən keçirdib əlavə edirəm. Bu vacib deyil. Siz də bu üsuldan istifadə edə bilərsiniz və ya etməyə də bilərsiniz. Yenə də dəfnə yarpağı, azca dənəvər istiot əlavə edib eyni qayda ilə digər bankaları da hazırlayıram. Hər bir bankaya turşu üçün nəzərdə tutulan duzdan 1 çay qaşığı əlavə edirəm. Üzərindən 100 ml, yəni 1 armud stəkan üzüm sirkəsi əlavə edirəm. Ən sonda isə üzərinə çaynikdən qaynar su əlavə edirik. Suyun isti olması mütləqdir. Bu turşu təxminən 10 günə hazır olur. Mən hazırladıqdan 10 gün sonra bankanı açıb sizinlə tam hazır versiyasında bölüşmək istəyirəm. Bu şəkildə bankalara su əlavə etdikdən sonra üzərindən taxta qaşıqla bastırırıq. İçərisində olan hava qabarcıqları çıxsın və dərhal qapağını möhkəm bağlayırıq. Hazır olduqdan sonra qaranlıq, sərin yerdə saxlamaq kifayət edər. Bankanın qapağını yaxşı bağladıqdan, əmin olduqdan sonra əlimizdə gördüyünüz formada yuvarlayırıq. Bütün ərzaqlar yaxşı qarışsın. Artıq turşunu hazırlamağımın üzərindən 11 gün keçdi. İndi isə açıb o dadı, o ləzzəti sizə ötürə bilməsəm də görüntüsünü göstərmək istəyirəm. Çox dadlı, ləzzətli, həm də ən sadə üsulla hazır olan turşulardan biridir. Sizlər də hazırlayıb qış boyu rahatlıqla isti yağlı yeməklərin yanında süfrəyə verə bilərsiniz. Bu günlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın.